Vyetnamla Azərbaycanın prokurorluqları arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədi ilə əmlakın bərpası, ətraf mühitin qorunması kimi prokurorluq fəaliyyətinin müxtəlif sahələrini əhatə edən əməkdaşlıq proqramı imzalanıb. Mərasim Vyetnamın baş prokuroru Nguyen Thien rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı gerçəkləşib. Baş prokuror Kamran Əliyevlə Vyetnamlı həmkarı arasında keçirilən görüşdə hər iki ölkənin siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində dövlətlərarası münasibətlərin dinamik inkişafı vurğulanıb. İki ölkənin hüquq mühafizə orqanları ilə əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan və Vyetnam arasında cinayət işləri üzrə qarşılıqlı yardım haqqında müqavilə layihəsi hazırlanıb və hazırda dövlət daxili prosedurlardan keçirilir. Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb. Ekstradisiya, hüquqi yardım, prokurorların təlimi və digər istiqamətlər üzrə əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olunub.